Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz əhalinin irqi, dini, milli tərkibi, həmçinin dil ailələri, Latin Amerikası, Asiya, Afrika, Avropa, Amerika xalqlarının əhalinin təbii artımı, əhalinin artımına təsir edən amillər və s. Bu kimi amillərlə sizinlə tanış olacağıq. Biz ilk öncə irq anlayışıyla tanış olaq, görək irq nədir? Baxın, irqə biz belə tərif verə bilərik ki, ümumi irsi və morfoloji əlamətləri ilə ayrılan, müəyyən ərazidə məskunlaşan və nəsildən nəslə keçən fiziki xüsusiyyətlərə malik insan qruplarıdır. Yəni, insan irqi onun əsasən xarici görünüşünə, rənginə, bədən quruluşuna, belə deyək, sifətində olan burnu, dodağı və saçı və digər əlamətlərinə görə insanların bir sözünə xarici əlamətlərinə görə fərqləndirilməsi irqdə öz əksini tapır və insanların irqinin formalaşması, yadda saxlayaq ki, əsas yerli amillər xüsusən iqlimlə çox bağlıdır. Yəni, insanın yaşadığı iqlim onun hansı irqə mənsub olmasına çox böyük təsir edir. Yəni, bir sözlə irq əsasən insanların xarici görünüşünə görə belə deyək, müəyyənləşir. Biz dünyada əsas 4 böyük belə deyək, irqdən danışa bilərik. Düzdür, bununla yanaşı keçid irqləri də mövcuddur, amma əsas 4 böyük irq mövcuddur. Bunlara biz Avropoid irqi, Mongoloid irqi, Negroid irqin və Avstraloid irqin nümunə göstərə bilərik. Və bir daha qeyd edirəm, onlar rənginə, saçının formasına, burun və dodaq quruluşuna görə bir-birindən fərqlənirlər. Avropoid irqi haqqında danışsaq, Avropoid irqinə mənsub olan insanlar əsasən bunlar dərisi açıq rəngli olur, saçları dalğavari və ya düz olur, sifətləri girdə, burnu isə kiçik olur. Düzdür, bu dərinin açıq rəngli olması təbii ki, daha şimalda yerləşən Avropoid irqinə mənsub olan xalqların təbii ki, dərisinin rəngi daha açıq rənglidir. Lakin cənuba doğru yaxınlaşdıqca əlbəttə ki, dərinin rəngi biraz da belə deyək, yəni tündləşə bilər. Amma əsas əlamətləri, yəni dərisinin rəngi açıq, saçları dalğavari və ya düz, sifətləri girdə, burunları isə kiçik olur. Avropoid irqinin yayıldığı biz regionlara diqqət yetirsək, biz bunları Avropaya, demək olar ki, Avropada həm şərqi, həm qərbi Avropa, bütün burada yaşayan əhali Avropoid irqinin, yəni söhbət yerli əhalidən gedir, Avropoid irqinin nümunələr belə də aiddir. Həmçinin Afrikanın şimalında Misir, Əlcəzair, Liviya, Tunis, Mərakeş və s. kimi ölkələr. Bunlar da hər biri Avropoid irqidir. Cənubi, Hindistan, Pakistan, daha sonra biz Cənub-Qərbi Asiya ölkələrinin əksəriyyətinin Avropoid irqinə mənsub olduğunu deyə bilərik. Həmçinin biz bilirik ki, Amerika və Avstraliya Avropadan köçən insanlar olmuş və oranın əhalisinin formalaşmasında mühüm rol oynamışdılar. Yəni, bu insanlar da əlbəttə ki, Avropoid irqinə mənsub olacaqlar. Biz daha sonra Mongoloid irqi ilə də tanış ola bilərik. Demək, Mongoloid irqinin də əsas əlamətləri əsasən dərilərinin rəngi sarımtılı olur, saçları düz, gözləri qıyıq. Əsas yəni bunları fərqləndirən əlamət gözlərinin qıyıq olmasıdır. Bu da əsasən belə də bu ərazilərdə küləyin təsiri ilə, yəni külək çox əsdiyi üçün onların gözlərində qıyıqlıq və yanaqları çıxıntılı olur. Mongoloid irqinin əsas yayıldığı regionlara biz Şərqi, Cənub-Şərqi, Mərkəzi Asiya ölkələri nümunə göstərə bilərik. Tutaq ki, ölkələrdən nümunə göstərsək, Qazaxıstan, Türkmənistan, Qırğızistan, Özbəkistan, Tacikistan, Monqolistan, Çin, Yaponiya, Cənubi Koreya, Şimali Koreya, Tayvan və s. kimi ölkələrin biz Mongoloid irqinə mənsub olduğunu deyə bilərik. Üçüncü din Negroid irqidir. Demək, Negroid irqi əsasən yəni havaların isti, yəni tarixən iqlimin isti olduğu ərazilərdə formalaşan belə deyək bir irqidir. Negroid irqinin nümayəndələrinin dərisi əsasən çox tünd qara rəngdə olur. Saçlar qara və qıvrım olur. Dodaqlar enli, burunları isə yastı olur. Ən geniş yayıldığı əraziləri Afrika qitəsində, xüsusən Afrikanın mərkəzində, həmçinin tropik enliklərində, bir də ki, xüsusən Cənubi Amerikada biz zəncilərə, yəni Negroid irqinin nümayəndələrine rast gələ bilərik. Həmçinin Şimali Amerikada, xüsusən ABŞ ərazisinə, yəni Afrikadan köçmüş biz insanların, yəni Negroid irqinə malik olduğunu deyə bilərik. Amma ən geniş yayıldığı qitə, yadda saxlayaq, Afrika qitəsi olacaqdır.
Daha sonra növbəti irq isə əlbəttə ki, Avstraloid irqidir. Avstraloid irqinin əlamətlərini isə biz saçlarının sarı, dalğavari, dərinin nisbətən tündrəydə olması düzdür. Negroid qədər lap da qara deyil, amma rəngi nisbətən tünd olur. Bununları enli olması ilə səciyyələnir. Yadda saxlayaq ki, Avstraloid irqinin də nümayəndələri əsasən yayılıb Avstraliyada, Papua Yeni Qvineyada, Okeaniya və Yeni Zelandiya ərazisində yaşayan insanların əksəriyyəti, yəni yerli xalqlar əsasən Avstraloid irqinə mənsub olacaqlar. Baxın, biz xəritə üzərində də irqlərə diqqətlə baxsaq, baxın, görə bilərik. Avropoid əsasən Avropanı, ABŞ və Kanadanı, həmçinin Latin Amerikası ölkələrinin müəyyən bir hissəsini, Afrikanın şimalını, Asiyanın cənub-qərbini, cənub hissələrini biz nümunə göstərə bilər ki, Avropoiddir. Mongoloid irqi daha çox Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Asiya ölkələri, həmçinin Rusiyanın şimalında Saxa, Yakutiya ərazisini və s. biz Mongoloid irqinə aid olduğunu göstərə bilərik. Negroid irqi fikir versək, daha çox Afrikanın tropik və ekvatoral enliklərində daha geniş yayılmışdır. Həmçinin Cənubi Amerikada biz bu irqin əlamətlərini görə bilərik. Avstraloid irqinə isə diqqət yetirsək, əlbəttə ki, Avstraliya, Yeni Zelandiya kimi ərazilərdə biz və ya Okeaniyada Avstraloid irqinin yayıldığını görə bilərik. Və qeyd edək ki, yer kürəsində əsas irqlərlə yanaşı həmçinin qarışıq irqlər var ki, yəni bir neçə irqin nigahından yeni bir irqlər, yeni bir qarışıq irqlər əmələ gələ bilər. Məsələn, biz bunlardan birincisinə metisləri nümunə göstərə bilərik. Yadda saxlayaq ki, metislər Avropoid və Mongoloid irqinə mənsub olan insanların nigahından yaranmışdır. Mulatlar Avropoid və Negroid irqinin belə deyək, nigahından olan insanların belə deyək, irqidir. Sambo isə Negroid və Mongoloid irqinin nigahından yaranan bir qarışıq irqdir. Baxın, bu üç əsas irq. Bundan da başqa əlbəttə ki, irqlər var, amma ən əsas bu metis, mulat və sambo və xüsusən Latin Amerikası ölkələrində yaşayır bu xalqlar. Gəlin indi xalq anlayışı ilə tanış olaq. Görək biz xalqa necə tərif verə bilərik. Yadda saxlayaq ki, xalq ümumi dilə, əraziyə, mədəniyyətə və milli şuura malik olan insanların tarixən formalaşmış davamlı sosial qrupudur. Məsələn, bax, biz Azərbaycan xalqı deyirik. Ümumi bir dilimiz var, Azərbaycan dili. Müəyyən bir sərhədlər daxilində ərazimiz var, mədəniyyətimiz, milli şuurumuz və s. Bunların hamısı formalaşdıqda biz buna xalq deyə bilərik. Yer kürəsində 3-4 mindən çox xalqı mövcuddur və əhalisi 100 mindən artıq olan xalqlara biz Çinlilər, Hindistanlılar, ABŞ Amerikalıların, Benqallar, Ruslar, Braziliyalılar, Yaponlar, Türklər və s. kimi millətləri, xalqları göstərə bilərik ki, bu xalqlar əsasən sayı 100 milyondan daha çox olacaqdır. İndi isə keçid edək dünyanın dinlərinə. Yadda saxlayaq ki, dünyada əsas 3 geniş yayılmış din var. Bu dinlərə biz xristianlıq, İslam və Buddizmi göstərə bilərik və dünyada ən geniş yayılmış din xristianlıq dinidir. Təqribən 2 milyarddan çox əhali xristianlıq dininə sitayiş edir. Və 3 əsas qolu var: katolik, pravoslav və protestantlar. Ən geniş yayıldığı ərazilər Avropa qitəsi, Amerika qitəsi, həmçinin Avstraliya. Yəni bu ərazilərdə xristianlar daha geniş yayılır və katolik qolunun mərkəzi İtaliyanın Roma şəhərində yerləşən Vatikandır ki, burada əsasən katoliklər məskunlaşmışdır, yaşayırlar. Daha sonra ikinci dinimiz İslam dini. Dünyada İslam dini xristian dinindən sonra yayılmış ən geniş, ən böyük dindir. Bilirik ki, 7-ci əsrdə əsası Ərəbistanda qoyulmuşdur və yayılması xüsusən Asiya qitəsində daha çox yayılıb. Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Cənub-Şərqi Asiya ölkələrində, belə deyək, regionlarında, həmçinin Şimali Afrikada, Balkan ölkələrinin bəzilərində İslam dininin biz yayıldığını görə bilərik. Daha sonra Buddizm dininə keçsək, Buddizm təbii ki, bu təkallahlı din hesab edilmir. Əsasən hər hansı bir
əşyalara, heyvanlara və s. inam ola bilər. Dünya dinləri arasında ən qədim dindir. Əsas mərkəzi Hindistandır. Bununla yanaşı Şərqi Asiya ölkələrində Yaponiya, Çin, Koreya, həmçinin Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrində, tutaq biz Monqolistanda, Kamboca kimi ölkələrdə, Tayland, Myanmar kimi ölkələrdə biz Buddizm dininin yayıldığını görə bilərik. Həmçinin yer kürəsində hər hansı bir xalqlara, hər hansı bir dövlətlərə mənsub yerli dinlər də mövcuddur. Məsələn, biz bu dinlərə hinduizm göstərə bilərik ki, yəni Hindistan və Nepal kimi ölkələrdə həmçinin hinduizm dini də yayılıb ki, bu yerli din hesab olunur. Həmçinin Yaponiyada sintoizm, yadda saxla ki, Yaponiyanın yerli dini hesab olunur. Çində konfuizm və dosaizm, İsraildə isə Yahudilik və yaxud da İudaizm və nəzərdə çatdıraq ki, Yahudi də Xristian və İslam kimi təkallahlı səmavi din hesab ediləcəkdir. İndi isə dövlətlərin dillərinin təsnifatına keçsək, dillərin yaranması mənşəyinə görə qohumluğu dil ailələri formalaşır və yadda saxlayaq ki, dünya əhalisinin təxminən 90%-i 20-yə yaxın dil ailəsində danışır. Dünyada ən böyük dil ailəsi Hind-Avropa dil ailəsidir. Biz onları birazdan xəritə üzərində də daha ətraflı ən vacib olanlarını göstərəcəyik. Demək, dünyada ən geniş yayılmış dil ailəsi Hind-Avropa dil ailəsidir və Hind-Avropa dil ailəsi German, Roman, Slavyan, İran, Hindari, Alban, Baltik, Kelt, Yunan, Erməni və s. kimi qruplara bölünür. Bunlardan ən böyüklərindən biri German dil qrupudur və German dil qrupuna aid olan xalqlara biz Almanlar, İngilislər, Hollandlar, İsveçlilər, Norveçlilər, Danimarkalılar, həmçinin Avstraliyada, Amerikada, Avstriyada, Yeni Zelandiyada, Şotlandiyada, İslandiyada yaşayan əhalinin belə deyək, əsas hissəsinin German dil qrupuna aid olduğunu deyə bilərik. Roman dil qrupuna keçid etsək, əsasən İtalyanlar, Fransızlar, İspanlar, Portuqallar, Ruminlər, həmçinin Braziliyalılar, çünki Braziliyanın da yerli dili Portuqal dilidir. Argentinalılar, yerli dili İspan dilidir. Meksikalılar və s. Bunların hər biri aiddir Roman dil qrupuna. Demək, Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aid olacaqlar. Daha sonra biz Hind-Avropa dil ailəsinin Slavyan dil qrupuna diqqət yetirsək, biz bunlara Rusların, Belarusluların, Ukrayna, Polyak, Çex, Bolqar, Serb, Xorvat və s. kimi ölkələrin, daha doğrusu xalqların aid olduğunu görə bilərik ki, bu da Slavyan dil qrupudur. Yəni Hind-Avropa dil ailəsinin böyük dil qruplarından hesab olunur. Daha sonra biz İran dil qrupuna keçid etsək, İran dil qrupuna farslar, kürdlər, taciklər, həmçinin əfqanlar, osetunlar, bəluclar və s. kimi xalqların aid olduğunu qeyd edə bilərik. Hind-Ari, Hind-Ariyə keçid etsək isə, Hind-Ari, Hind-Avropa dil ailəsinin Hind-Ari dil qrupuna Benqallılar, Hindistanlılar, Pəncablılar, Urdu və s. kimi xalqların aid olduğunu deyə bilərik. Həmçinin Yunan dil qrupuna Yunanlar, Erməni dil qrupuna Ermənilər, Alban dil qrupuna Albanlar, əlavə olaraq deyə bilərik Baltik. Yadda saxlayaq ki, Baltik dil qrupuna Latışlar, yəni Latviyalılar, Litvalılar. Bax, bunlar da Baltik dil qrupuna aid olunacaq. Daha sonra yadda saxlayaq Kelt. Keltə bir aid edə bilərik İrlandlar, Ueslilər və s. Demək, bunlar qeyd etdiklərimiz Hind-Avropa dil ailəsinin ən əsas dil qrupları olacaqdır. Daha sonra dünyada geniş yayılmış, yəni ikinci ən böyük dil qrupu Altay dil ailəsidir. Və yadda saxlayaq ki, Altay dil ailəsi əsasən buranın böyük dil qrupu Türk dil qrupudur. Türk dil qrupuna biz Azərbaycanlıları, Türkiyə türklərini, türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, tatarlar, başqırdlar, uyğurlar, yakutlar kimi xalqları biz aid edə bilərik. Demək, Altay dil ailəsinin Türk dil qrupuna.
Həmçinin Monqol dil qrupu var ki, Monqol dil qrupuna əsasən Monqollardır, Kalmıkları aid eləyə bilərik. Manzur Tungus qrupu var ki, bura biz Manzurlarla Evenikləri aid eləyə bilərik ki, bunlar da Monqol Altay dil ailəsinin digər dil qruplarının əsas nümayəndələri, xalqları olacaqdır. Dünyada mövcud olan digər əsas dil ailələrinə biz Afro-Asiya dil ailəsinin Sami-Hami dil qrupuna aid edə bilərik ki, bura əsasən biz ərəbləri, İsrailləri, Amharalıları aid edə bilərik. Digər böyük dil qrupuna biz Ural dil qrupunu deyə bilərik ki, bunlara Finlandiyada yaşayan Finlər, Estoniyada yaşayan Estonlar, Macaristanda yaşayan Macarlara aid edə bilərik. Həmçinin digər böyük dil qruplarından Niger Kongo və ya biz buna Niger Kordofon deyirik ki, bunlara Bantu kimi xalqları biz bura aid elə bilərik ki, Buşmenlər, Qotengotlar və s. Daha doğrusu üzrəyəm, Bantu, Yorubalar kimi xalqları biz Niger Kordofon dil ailəsinə aid edə bilərik. Həmçinin digər dil ailələrinə Khoisan dil ailəsini nümunə göstərə bilərik ki, bu da Afrikanın cənub-qərbində Namibiyada yaşayan Buşmenlər və Qotentotları aid eləyə bilərik ki, bunlar da Khoisan dil ailəsinə aid olacaqlar. Bu oldu dünyanın əsas dil ailələri. İndi gəlin bu dil ailələrinə biz həmçinin xəritə üzərində ən vacib olanlarına baxaq. Gəlin biz burada deməli German dil qrupu ən vacib imtahanlarda bizə ən lazım olan və ən geniş yayıldıq ölkələr hansıdır? Baxın, İslandiya, bir dəqiqə üzr istəyirəm. Deməli İslandiya, Norveç, İsveç, Danimarka, İngiltərə, Niderland, Almaniya, Avstraliya kimi ölkələrin biz German, Hind-Avropa dil ailəsinin German dil qrupuna aid olduğunu deyə bilərik. Slavyanlara biz əlbəttə ki, Rusiya, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Xorvatiya, Serbiya və Bolqarıstana aid edə bilərik. Həmçinin German dil qrupuna aid olan digər xalqlara biz Kanada, ABŞ, Avstraliya və Yeni Zelandiyaya əsasən Böyük Britaniyadan köçüb gələn əhali yadda saxlayaq ki, German dil qrupuna aid olacaqdır. Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olanlara biz Taciklər, Əfqan, Fars, həmçinin Talışlar, Kürdlər, Osetinlər, Bəluclar, Puştunlar və s. bunlar İran dil qrupuna aid olacaqlar. Roman dil qrupuna aid olanlara biz Fransa, Portuqaliya, İspaniya, İtaliya, Moldova, Meksika, Venezuela, Kolumbiya, Ekvador, Peru, Braziliya, Boliviya, Paragvay, Uruqvay, Argentina, Çili kimi ölkələri nümunə göstərə bilərik ki, burada yaşayan xalqların əksəriyyəti Roman dil qrupuna aid olacaqdır. Biz dünya ölkələrinin əslində əhalisi haqqında danışmışıq, amma gəlin biraz da bəzi ölkələr haqqında, xüsusən regionlar haqqında, əhalisi haqqında biz müəyyən məlumatları bir daha təkrarlayaq. İndi Asiya, Afrika və Latin Amerikası ölkələrinin əhalisi və burada niyə görə doğumun çox olmasına təsir edən səbəbləri deyəcəyik. Yadda saxlayaq ki, Latin Amerikası olsun, Afrika, Asiyanın əksər ölkələrində doğumun çox olmasına təsir edən amillər var. Birincisi, milli adət-ənənələr. Milli adət-ənənələr dedikdə biz bura erkən nikah, çox uşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlüyün verilməsi bunlara aid edə bilərik. İkincisi, dinin təsiri. Yəni ki, ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan olunması. Gender problemi, yəni qadınların ictimai həyata daha az cəlb olması, yəni fəal olmamaları. Həmçinin iqtisadi tələbat, yəni uşaqlara əsasən ailənin işçi qüvvəsi kimi baxması, baxın, bu kimi amillər əlbəttə ki, doğumun yüksək olmasına gətirib çıxaracaqdır. Və doğumun yüksək olması, həmçinin tibbin nisbətən daha yaxşı inkişaf etməsi nəticəsində ölümün sayı azalır, doğumun sayı isə çoxalır. Təbii ki, bu da
demografik partlayışa gətirib çıxardır. Yəni ölkədə təbii artım həddən artıq çox yüksəlir. Təbii artımın ən yüksək olduğu ölkələrdə biz Niger, Uganda, Angola, həmçinin Afrikanın digər əksər ölkələri nümunə göstərə bilərik ki, bu ölkələrdə demografik partlayış baş verir və doğum həddən artıq yüksəkdir. Ekoloji, belə deyə üzr istəyirəm, təbii artım həddən artıq çoxdur. Ölümün də sayının nisbətən azalması demografik partlayışın yaranmasına gətirib çıxardır. Demografik partlayışın bəs hansı fəsadları ola bilər, hansı problemlər yarada bilər? Bunlara biz ərzaq problemi, yəni istehsal olunan ərzağın əhalinin tələbatını ödəməməsi. Bax, bu kimi problemlər biz Afrikada tutaq bir problemi görə bilərik ki, müəyyən bir aclıq problemi mövcuddur. Səhiyyə problemi, yəni tibb xidmətlərin çatışmazlığı, yəni xəstəxanaların, həkimlərin, müəyyən tibb işçilərin çatışmamazlığı baş verə bilər. Təhsil, yəni məktəb yaşlı uşaqlarının çox olması, müəllim çatışmamazlığı, təhsil ocaqlarının çatışmamazlığı, məktəbdə böyük uşaqların sıxlığının yaranmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, həmçinin ümumdaxili məhsulun adam başına düşən miqdarın azalmasına, həyat səviyyəsinin, həyat keyfiyyətinin aşağı düşməsinə, içməli su problemlərinin yaranmasına və s. səbəb ola bilər. Latin Amerikası ölkələrində 21-ci əsrin əvvəllərində əhalinin sayı 520 milyon nəfər olmuşdur. Əhali müxtəlif, yəni burada etnik qrupa malikdirlər. Xüsusən burada Metis, Mulat, Sambo. Bayaq qeyd etdik ki, bu belə deyək, irqə mənsub olan insanlar daha çoxdur. Və bəzi ölkələrində, xüsusən yeni sənaye ölkələrində urbanizasiya yüksəkdir. Düzdür, bütün ölkələrində yox. Amma yeni sənaye ölkələrində urbanizasiya səviyyəsi yüksək ola bilir. Bu da xüsusən deyə bilərik ki, Çili, Argentina, Braziliya, Venezuela kimi ölkələrdə urbanizasiyanın səviyyəsi 70%-dən çoxdur. Həmçinin biz bir məsələyə də burada toxunaq. Əhalinin təbii artımının çox olmasına baxmayaraq, yadda saxlayaq ki, ərəb ölkələri yadda saxlayaq ki, xüsusən neft ixrac edən ərəb ölkələri doğumun sayının çox olmasına baxmayaraq təbii artımı artırmağa çalışırlar. Məsələn, biz buna Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyini, Küveyti, Qətəri, Omanı, Bəhreyn kimi ölkələrə aid edə bilərik. Xüsusən Bəhreyndə, Qətərdə, Omanda, Küveyt kimi ölkələrdə mühacir işçilərin sayının çox olması, yəni kənardan gələn işçilərin sayının çox olmasına görə istəyirlər ki, əhalinin təbii artımını daha da artırsınlar və işçi qüvvəsini öz yerli əhalisinin tələbatına uyğunlaşdırsınlar. Ona görə də yadda saxlayaq ki, neft ixrac edən ərəb ölkələrində təbii artımın ikinci tipi olsa da, bunlar əhalinin sayını azaltmaq üçün heç bir tədbir görmür, əsasən əhalinin sayını çoxaltmağa doğru tədbir. Bir də biz Asiya ölkələrindən Çin, Yaponiya, Cənubi Koreyanı deyə bilərik ki, bunlar Asiya ölkələridir, amma bunlarda təbii artım çox aşağıdır. Bunlarda vaxt ikən təbii artımın ikinci tipinə olmasına baxmayaraq tədbir görmüşlər və əhalinin sayının azalmasına müvəqqəf olmuşlar. Yəni demografik siyasət yürüdüb uğur əldə etmiş xalqlardır bu qeyd etdiklərimiz. Həmçinin bir məsələni də vurğulayaq ki, Azərbaycan, Qazaxıstan kimi, həmçinin Rusiya kimi ölkələrdə əhalinin təbii artımının birinci tipinə aid olacaqdır. Avropa, Amerika və Avstraliyanın biz əhalisinə diqqət edirsək, bu ölkələrin bəzilərində demografik böhran baş verir və əksər ölkələrində demək olar ki, əksəriyyətində Şimali Amerika, yəni ABŞ və Kanadada, Avropa ölkələrində, həmçinin Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə əhalinin sayı çox aşağı səviyyədə artır. Və bəzi ölkələrdə hətta demografik böhran baş verir, yəni ki, doğulanların sayı bəzi hallarda ölənlərin sayından daha az olur. Xüsusən Almaniyada, İtaliyada, Ukrayna, Belarus, Rusiya və s. kimi ölkələrdə biz demografik böhranın baş verdiyini görə bilərik. Demografik böhranın əsas problemləri ondan ibarətdir ki, millətin burada qocalması baş verir. Yəni ki, uşaqların payı azalır, yaşlıların payı isə çoxalır. Bu da əlbəttə ki, dövlət büdcəsinə ziyandır. Yəni, həm orada yaşlılara ayrılan xərclər arta bilər, həmçinin işçi qüvvəsinin çatışmaması dövlət büdcəsinə gəlirlərin daha az daxil olmasına səbəb ola bilər. Bu da ölkənin əlbəttə ki, zərərinədir. Bəs Avropa ölkələrində
və yaxud da digər inkişaf eləmiş ölkələrdə təbii artımın, doğumun az olmasının əsas səbəbləri nədir? Birinci məsələ, yadda saxlayaq ki, gecikmiş nikahların sayın artması. Yəni Avropa ölkələrində əsasən nikah yaşı daha yüksəkdir. Qadınların təhsil və ictimai həyata fəal cəlb olunması. Yəni buradakı qadınlar əsasən, yəni belə deyək də, evdar qadın deyillər. Bu qadınlar işləməyə, çalışmağa, karyera qurmağa və daha yaxşı həyat üçün çalışırlar, belə deyək, buradakı insanlar. Ona görə həm də qadınların iş və vəzifələrdə olması onların daha az övlad dünyaya gətirməsinə səbəb olur. Yüksək yaşayış səviyyəsi və şəhərləşmə, uşaqların maddi təminatına ayrılan xərclərin artması, həmçinin yaşlı valideynlərin övladlarının deyil, dövlətin himayəsində yaşaması və s. Baxın, bu kimi amillər bu ölkələrdə doğumun az olmasına gətirib çıxardır. Və bildiyimiz kimi inkişaf etmiş ölkələrdən biz Yaponiyadır, Cənubi Koreyadır, bu ölkələri çıxmaq şərti ilə qalan inkişaf etmiş ölkələrin əksəriyyətində kənardan gələn işçilər yəni var. Xüsusən inkişaf etməkdə olan ölkələrdən, xüsusən Asiya, Afrika və Latin Amerikası ölkələrindən bu ölkələrə güclü miqrasiya var. Yəni əmək miqrasiyası mövcuddur ki, bura işləməyə gəlirlər. Və yadda saxlayaq ki, İsveçrə, bura qeyd edirəm, İsveçrə və Lüksemburq. İsveçrə və Lüksemburqda işləyən əhalinin əksəriyyəti yadda saxlayaq ki, mühacirlərdir, yəni xaricdən gəlib işləyən əhalidir. Yəni digər ölkələrdən gələn əhali hesabına bu əmək ehtiyatlarını ödəmiş